Esselamu Aleyküm və Rəhmətullah və Bərəkatuhu. Quba rayonu Qırız Dəhnə deyilən kənddir. Bu cürlə gözəl bir mənzərəyə sahibdir. Allaha həmd olsun. Allah Azza və Cəllənin neymətlərini saymağa qalxsaq, həqiqətən sayıb qurtara bilmərik. Qardaşlarımızla Allaha həmd olsun. Bu cür gözəl bir yerdə istirahət edirik. İbrahim qardaş ürək sözləri de, qəlbindən nə keçirsə Bismillah. Rəbbim belə şeyləri ən gözəlini cənnətdə bizə nəsib eləsin. Allahumma amin. Həqiqətən. Yəni bu yerlər gözəl görsənir, amma inan ki, bayaq uzandım, mənə tikan baxdı. Amma cənnətdə elə sıxıntılar olmayacaq Allah'ın izniyle. Elhamdülillah. Bu gözəlliyin belə bir sıxıntısı var. Su yoxdur, məsəl üçün bəs namaz ala bilmirik. Falan şey yoxdur, eləyə bilmirik. Amma cənnətdə Allah'ın izni ilə çay ayağımızın altından keçir. Baldan çaylar, süddən çaylar. Allah həmd olsun. Yəni Həmd olsun. burada məsələn əziyyət çəkirsən, tonqal qalırsan, yemək bişirsən, quş özü sənin qabağa gəlib yemək olacaq. Allah həmd olsun. Rabbim Cəllə Alə, Allah Azza və Cəllənin rəhməti və mərhəməti ilə Rəbbim belə yerlərə müsəlmanlara gəlib nəsib cənnətə etməyi, etsin, amin. təvəkkül etməyi. Həqiqətən belə yerlər adamın imanına təsir edir. Allah'a sonsuz sayıda həmd olsun. Aba amin qardaş, bismillah. Esselamu Aleyküm və Rəhmətullah. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. İmtahandır, ahireti xatırlamaq üçün. Allah Azze ve Celle bize nimet olarak bəxş edib. Keçici də olsa, fani də olsa, ahirətdən nələrsə, cənnətdən nələrsə xatırlamaq üçün bir səbəb. Amma kafirlər bizdən, müsəlmanlardan fərqli olaraq bu şeyi heç vaxt təfəkkür etmirlər. Ki, müsəlmanların kafirlərlə olan fərqi budur ki, biz fani də olsa təfəkkür edirik. Allah Subhanahu taalanın şəhərinə təriflər deyirik. Allah Azze ve Celle bizi əhv etsin, bağışlasın. Allahümme amin. Anar qardaşı qovdan. Selamun aleyküm. Aleyküm selam. Bismillah, elhamdülillah. Allah Azze ve Celle tövfik eline Müslümanlara Bekara suresinde bir ayet örgüler, dua etmeyiz. Burada ayette buyuruyor ki Rabben deyin. Rabbena atina fid dünya haseneten ve fil ahiret hasenen ve yine azaben. Ey Rabbimiz bize bu dünyada da ahirette de güzel sonuz nasip eyle. Amin. Allah'a emanet olsun ki Allah subhanahu ve teala bu günleri yani cəm eləyib bizi burada gəlmişik görürük Allah subhanahu teala'nın yarattıklarını. Allah'a həmd olsun. Yani gözəl aqibət təqva sahiblərinin. Allah subhanahu teala bizi de onlardan eləsin. Allahümme amin. Allah subhanahu teala bizi salihlərə qovuştursun. Amin. Zaten bu dünyada müvəqqəti inşallah yani onlara qovuşacaq. Elə inşallah. Qorxuyla. Allah'a hamd olsun. Allah Azze ve Celle buyurur ki kardeşimizin sözünü inşallah bitireyim. Evet, bismillah. Allah Azze ve Celle buyurur ki Rabbena la tuzigh kulubena ba'de iz hedaytena ve hab lana min ledunke rahmeten inneke entel vehhab. Ey Rabbimiz, bize iman verdikten sonra kalplerimizi imandan geri çevirme ve üzerimize rahmet olarak nurundan indir. Evet. Allahümme Allah Azze ve amin. Celle bizi etsin ve gerinin geri çevrilmekten korusun. Allahümme amin. Bəhruz qardaş, selamun aleyküm. Aleykümselam. Xoş sözlərindən, ürək sözlərindən, qardaşlarınla olan bu hissiyatı bizlə bölüşərdin. Allah bizi mehriban etsin. Allahümme amin. Allah bizi ıslah eylesin. Allahümme amin. Allah bizi cennette bir yer eylesin. Allahümme amin ecmaîn. Bəli, bizim kebabçımız Yaşar qardaş. Evet. Əziyyət çəkirsən, əziyyəti halal elə. Sağ olsun. Bismillah. İlk iman edenden Müslümanlara hizmet ederek imanımı başlamışım. Bugüne kadar da hizmet ederim. Hamdolsun. Rabbim beni bu hizmetten ayırmasın. Allahümme amin. Allah subhanahu ve seleflerin bir güzel sözü var. Sizi der Allah'a yakınlaştıracak dost edin. Bəli. O dost ki sizi pis emellerinizden sakındırar, Evet. yakşı emellere sevk eder. Hamdolsun. Allah Azze ve Celle bizi her daim salih dostların yanında etsin. Allahümme Her amin. daim zikreden, her daim şükreden kardeşlerin yanında etsin. Amin. Allahümme Allah sizden amin. razı olsun. Allah səni əməllərində ixlaslı və təqvalı olanlardan etsin. Allah'a həmd olsun. Nazir qardaş da yatıb dincəlir. Yatıb dincəlir Nazir qardaş. Qardaş, aleyküm selam və rəhmətullah bərəkatuhu. Sən də biraz ürək sözləri bilirəm, yorğunsan. Başa düşürəm, bu qədər motosiklet sürənləri idarə elədikdən sonra, buralara gəlib çıxdıqdan sonra biraz yorğunçuluğumuzu çıxartmaq qərarına gəldik. Bəli. Elhamdülillah. Allah'tan diləyirəm ki, Allah bizi
burada bir araya gətirdiyi kimi, bax bu qədər gözəl nemətləri, bu gözəl dağları, meşələri bizə göstərdiyi kimi, hər birimizə bu gözəl minikdə nəsib etdiyi kimi Rəbbimdən diləyirəm ki, o gün olsun biz cənnətdə bir yerə yığışaq, bu gözəl miniklərlə gedək sahabələri ziyarət eləyək, gedək bu cənnətin gözəlliklərini görək. Allahumma amin. Allah bizi Firdevs cənnətinin əhlindən etsin. Allahumma amin. Rəbbim Allahumma bizi amin. bu dünyada bir araya gətirdiyi kimi, axirətdə də bir araya gətirsin. Allahumma amin. Rasulullah sallallahu aleyhi ve sellemin Kövsər hovuzunun başında hamımızı yığsın bir yerə. Allahumma amin. Allah razı olsun. Allahumma amin. Cəzakallah xeyran. Bəli, qardaşlar, çəkilişə davam edirik. Allaha həmd olsun. Hər kəsin Azərbaycanda tanığıdır. Harun qardaşdır. Sən də qardaş öz ürək sözləri deyir. Aleykum salam və rahmetullah. Ürəyimdən elə sözlər gəlir ki, onu kənara, ətrafa büruzə vermək mənim üçün yəni çox çətin haldır. Allah həmd Yəni olsun. maşallah, Allahdır, subhanallah. Yəni ilk dəfə də qrupla qardaşlarla, qrupla çoxlu motosikletlərlə belə yola düşürdüm. Yəni ləzzəti, yolda söhbəti həqiqətən tamamilə fərqlidir. Allah Çox həmd olsun. möhtəşəm. Allah səndən də razı olsun ki, Əmin, yəni qoşuldun əmin, bizə. Həqiqətən bir dad qatdın belə deyək də, ləzzət qatdın. Təşəkkür, dəvəti üstündə mən təşəkkür edirəm qardaşım. Elhamdülillah, Rəbbimə həmd olsun. Rəşad qardaş da ki, bir dənə yaxınlaşdırım, Motorları qarşıda gedir bayaq. motorlarla məşğuldur, səliqəyə salır oranı. Oldu qardaşlar, hər birinizə minnətdaram. Allah subhanahu wa taala bizi hər daim xeyir üzərə birləşdirsin. Burada da bir gözəl gülümüz var, dedim onları da çəkim. Bəli, Rəşad qardaş da yaxınlaşır. Qardaşım, salam aleykum. Ürək sözləri, ürəyindən nə keçir bu cür qardaşlarla gəlmisən, bu cür təbiətə. Allaha sonsuz sayda həmd olsun ki, xətasız, bəlasız gəlib çıxmışıq buralara. Sən də bir ürək sözləri dinən, Salmanlar eşitsinlər. Öncə demək istəyərdim ki, Allah Subhanahu taala sonsuz həmd olsun. Həqiqətən bu cür yerlərə gəlib və bu cür gözəl şəkildə müsəlman qardaşlarla əsl Allah Subhanahu taala təfəkkür etməyin bir məkanıdır bura. Yəni həqiqətən bu dağları, bu çayı, mənzərəni görsən, həqiqətən uca yaradanın nə qədər uca olduğunu sübutdur da, yəni bunlar Allahın tək olduğunu bildirən bir dağlar, bu məkan yəni möhtəşəmdir həqiqətən. Olsun Allah. Yolumuz Xınalıqadır. İnşallah. Sadəcə dayanmışıq burada. Biraz atışdırma eləyək Allahın izni ilə. Daşı Xınalığa. Növbəti kadrlar daha gözəl olacaq. Bəli, inşallah əgər Rabbim Azza və Cəllə bizi sabaha sağ-salamat çıxararsa, sabahları yolumuz Təngaltı, Afurca şəlaləsi deyilən yerə inşallah oraları olacaq. Oralarda da çəkişlərimiz olacaq. Allah Subhanahu taala bizi hər daim xeyrə müvəffəq etsin. Allahumma amin. Bir də buradan qrupla səyahət edən motosikletçilərə yəni demək istəyirəm, son dərəcədə ehtiyatlı olsunlar. Həqiqətən Buxar ərazisində söhbət edir. Yəni dar yorağı çoxdur. Məsələn, adamların düzdür, motosikletçiləri çox sevirlər. Hamı alqışlayır, hamı belə tərifləyir, hamı belə Hörmət göstərir. Bəli, gözəl şəkildə, amma son dərəcədə buraların yollarında ehtiyatlı olun. Bəli. Və buralara gəlmək istəyən olsa, qrup şəklində, yəni biz turlar təşkil edirik. Əgər kim istəsə, məsələn, bələdçi olaraq bizə müraciət edə bilərlər. Video vasitəsilə, kommentlərə şərh yazaraq bizlə əlaqəyə keçə bilərlər. Bəli, Allah həmd olsun. Cəzakallah xeyran. Minnətdaram qardaş. Allaha həmd olsun. Bu cür gözəl yerlər. Rəbbimə həmd olsun. Həqiqətən insan baxdıqca vallahi insanın qəlbinə o qədər rahatlıq verir ki, Allaha həmd olsun. Buraları bir daha gəlib görməyi nəsib edən Rəbbimə sonsuz sayda həmd edirəm. Şükürlər olsun Allaha. Həmd olsun Rəbbimə. Allah Subhanahu taala gələ bilməyən müsəlmanlara Allah azza və cəllə nəsib etsin. Allah Subhanahu taala sıxıntıda olan müsəlmanların sıxıntılarını aradan qaldırsın. Rəbbim Cəllə və Alə bizi bu dünyada bu gözəllikləri nəsib etdiyi kimi heç bir bənzəri olmayacaq cənnətdə bizə gözəl günlər, gözəl köşklər nəsib etsin. Nicat tapan qullarından etsin. Allahumma amin.
Esselamu aleykum və rəhmətullahi bərəkatuhu.